Almaniyada təhsil almaq üçün vizaya necə müraciət edilir? Hansı vizaya müraciət etməliyəm? Milli viza, D tipli vizaya müraciət etməlisiniz. Artıq başvuruları vizometrik deyil, TLS kontakt həyata keçirir. Vizaya nə vaxt müraciət etməliyəm? Qəbul aldıqdan dərhal sonra. Tələb olunan əsas sənədlər: qəbul məktubu, motivasiya məktubu, bloklanmış hesab, CV, tərcümə olunmuş diplomlar və transkriptlər, dil biliyi sertifikatı, sığorta, viza anketi və biometrik şəkil, pasport minimum 1 il etibarlı olmalıdır. Proses necə gedir? Onlayn viza görüşü üçün qeydiyyat, səfirlikdə sənədlərin təqdim olunması, bəzən intervyu olur. Burada niyə Almaniyanı seçdiyini, planlarını və maliyyə vəziyyətini soruşurlar. Cavab müddəti təxminən 4-8 həftə. Ən çox edilən səhvlər: bloklanmış hesabda yetəri qədər məbləğin olmaması, motivasiya məktubunun ümumi və qeyri-ciddi yazılması, sığortasız və etibarsız sənədlərlə müraciət. Viza prosedurunda hər hansı bir problemin olmasını istəmirsənsə, bizə müraciət et.